Salam, hər vaxtınız xeyir. Bugün 2025 dil toplusundan, 9-cu sinif dil toplusundan interrogative words and sentences, yəni sual sözləri və sual cümlələri haqqında olan 1-dən 10-a qədər testlərin izahına baxacağıq. Burada əsas nələrə diqqət olunmalıdır? Sual, belə desək, tiplərini çox yaxşı bilmək lazımdır. Hansı sual növləri var? Sual cümləsinin növlərini yaxşı bilmək lazımdır. Sual cümləsinin strukturunu, yəni düsturunu bilmək lazımdır və bir də ki, təbii ki, qeydləri yaxşı əzbərləmək lazımdır ki, bu kimi testləri işləyə bilək. Qarşımıza çıxdıqca indi hamısının izahını verəcəm. Bir də prepositionlar, sözünlər və bağlayıcılar kimi sual sözləri də biraz tərcümə əsaslı olduğu üçün burada da biraz tərcümə bizim köməyimizə çatacaq. Birinci sualdan başlayaq. Is making coffee today? Yəni bugün kim hazırlayır kofeni? Burada mübtədəyə sual təbii ki, who ilə verilir. Bir də bu sual sözlərinin tərcüməsini yaxşı bilmək lazımdır. Məsələn, why nə üçündür, what nədir, when nə zamandır, how necədir. Bir də who kim deməkdir. Bu şəkildə. Burada is making feilimiz var, amma mübtədəsi yoxdur. Mübtədəyə sualda who ilə veririk. İkinci suala baxırıq ki, tag question'dır. Burada tag question'ları tapmaq üçün çox asandır. Birinci, feilimizin altından xətt çəkib zamanını müəyyənləşdiririk. Təsdiqdə yoxsa inkarda olmasını müəyyənləşdiririk. Çünki bura təsdiqdirsə, bura inkar olacaq. Və daha sonra isə variantlar üzərindən artıq tapa bilərik. Works gördüyünüz kimi indiki zamandadır. İndiki zamanın sualını, inkarını do və doesla düzəltdiyimiz üçün bu tərəfə does verəcəyik və yaxud da ki, do verəcəyik. İndi baxıram ki, did, is, has olmaz. D variantı seçəcəm, doesn't she. Çünki bura təsdiq olduğu üçün buranı inkar verməliyəm. Üçüncü suala baxıram ki, studies. Bu da indiki zamandadır və təsdiqdədir. Mənə inkar və do doesdan bir lazımdır. Ona görə cavabımız Y variantıdır. Dördüncü suala baxıram, will görürəm köməkçi feilim. Köməkçi feilim nədirsə onun inkarı ilə və yaxud da təsdiqdirsə onun, daha doğrusu inkardırsa təsdiqi ilə, əgər təsdiqdirsə inkarı ilə qayıdış olunur. Burada da want day. Bəs deyə bilərsiniz, want nədir burada? Will not'ın qısaldılmışı want kimi bu şəkildə yazılır. Cavabımız C variantı. 5-ci sualda baxıram ki, burada has been signed nə imzalanıb by the manager tərəfindən nə imzalandı? Cavabımız Y variantıdır. Tərcümə əsaslı idi. Bir də 6-cı və 9-cu suallar aralığında olan suallarımızın çox asan bir yolu var. Yəni onu izah eləyək. Əgər cümlənin sonunda with, by, for burada gördüyümüz kimi sözünlər varsa, bura sadəcə ya what ya da who gedə bilər. Niyə what for who gedə bilər? Həm məntiqən tapa bilərsiniz, həm də tərcümə baxımından ki, what for məsələn nə üçün, who for kim üçün və yaxud da ki, what about nə haqqında, who about kim haqqında və yaxud da who by kim tərəfindən, what by nə vasitəsilə və yaxud da deyə bilərik with, what with nə ilə, who with kim ilə. Bu şəkildə tərcümə baxımından da bunlar uyğun gedir. Bir də ki, qeydlərdə də qeyd etmişik ki, yeganə WH sual tipləridir, sual sözləridir ki, bunlar söz önü ilə istifadə olunur. Bu şəkildə də yadda saxlaya bilərik. Bir də where var ki, bu da from-la istifadə olunur. Yeganə bir dənə from-la istifadə olunur. Where are you from sözündən, cümləsindən yadda saxlaya bilərik. Sadəcə from istifadə olunur. Amma digər bütün söz önlər gördüksə cümlənin sonunda bu zaman who və what'dan birini seçməliyik. Və 6-da görürük ki, who var burada D variantı. 7-də by olduğu üçün who yenə Y variantı, what olmadığı üçün seçə bilmirik. 8-də yenə by var, yenə B variantı. 9-da hər ikisi var. Were they waiting for? Who for və what for? Deyir ki, onlar nə üçün gözləyirlər? Kim üçün gözləyirlər? 1-2 cavabımız C variantı. 10-cu sual tipini işləmək üçün, düzgün cavabı tapmaq üçün burada düstur bilmək lazımdır. WH üstəgəl köməkçi feil, üstəgəl mübtədə, üstəgəl əsas feil. Bu düsturu bildikdən sonra yerinə qoyub çox asanlıqla tapa bilərik. Və birinci gəldi when. When sual sözümüz var burada. Will köməkçi feilimiz var. Amma gördüyünüz kimi, burada visit cümlənin sonuna gedib. Əslində nə etməlidir? You-dan sonra gəlməlidir. Ona görə A variantı getdi. B variantında you will-dən əvvələ keçə bilməz. Birinci köməkçi feil, sonra mübtədəmiz olmalı idi. C variantında yenə will-dən sonra you, sonra visit olmalı idi. Eyni ilə D variantındakı kimi. D variantı düzgün cavabımızdır. When will you visit the Tower of London? Yəni ki, London qülləsinə nə zaman səyahət edəcəksiniz? Y variantında isə
When will the Tower the London you visit? Bu da uyğun gəlmədi. Çünki the Tower of London cümlənin ortasında bu şəkildə istifadə oluna bilməz. Ancaq mübtədə gələ bilər köməkçi feillə əsas feilin ortasında. Ona görə də cavabımız D variantı. Düzgün cümlə quruluşu burada D variantıdır.